Salam, mürəkkəb mövzuları sadə və anlaşılan şəkildə təqdim etdiyimiz verilişimizə xoş gəlmisiniz. Gəlin, bugün bəşəriyyətin son döyüşü kimi tanınan o məşhur Armagedon mövzusuna baş vuraq. Yaxşı, gəlin görək. Mənbələrdə bu böyük mühakimə, o son döyüş və dünyanın tamamilə sıfırdan qurulması hekayəsi necə təsvir olunur? Gəlin birlikdə baxaq. Deməli, mənbələrə görə hər şey bəşəriyyətin son mühakiməsi ilə başlayır və bu sadə bir hadisə deyil, 7 mərhələli bir silsilə şəklində baş verir. Təsəvvür edin, dünyanın taleyini məhz bu hadisələr həll edəcək. Baxın, bu hadisələr silsiləsinə 7 cam mühakiməsi deyilir. Bu, Allahın qəzəbinin yer üzünə tökülməsinin, belə deyək, son və ən şiddətli mərhələsidir. Hətta ona 3-cü bəla da deyirlər. Yəni bu, artıq böyük fəlakətlər dövrünün kulminasiya nöqtəsidir. Mövcud dünya nizamının sonu deməkdir. Yaxşı, bəs o böyük döyüşə, Armagedona necə gəlib çıxılır? Məhz bu 7 hökmün 6-cısı ilə son münaqişə üçün sanki səhnə qurulur. Məhz bu mərhələ peyğəmbərlik edilən o müharibə üçün bütün qüvvələri hərəkətə gətirir. Armagedon deyəndə yəqin ki, çoxlarının ağlına sadəcə bir döyüş gəlir. Amma bu, ondan daha artığıdır. Bu, Dəccalın orduları ilə geri qayıdan İsa arasında Megiddo vadisində baş tutacaq o son həlledici qarşıdurmadır. Mənbələrə görə Dəccal, yəni xristian esxatologiyasında İsa'nın əsas rəqibi artıq vaxtının qurtardığını anlayır və bütün gücünü toplayıb İsrailə son dəfə hücum etməyə çalışır. Və burada inanılmaz bir ziddiyyət yaranır. Bir tərəfdə yer üzündə toplanmış fəth üçün gələn Dəccalın ordusu, digər tərəfdə isə səmadan enən mühakimə üçün gələn ilahi bir ordu. Yəni, dünyəvi güclə ilahi gücün son qarşılaşması. İndi, Armagedondakı bu qarşıdurma heç də filmlərdəki kimi uzun-uzadı çəkən bir müharibə deyil. Əksinə, mənbələr bunu son dərəcə sürətli və qətiyyətli bir hadisə kimi təsvir edir. Göz açıb yumunca hər şey həll olunur. Gəlin hadisələrin ardıcıllığına baxaq. Deməli, birinci, Dəccalın orduları Megiddo vadisində cəmləşir. Sonra İsa ağ atının üzərində səma ordusuna rəhbərlik edərək səmadan enir. Elə həmin an Dəccal və onun yalancı peyğəmbəri diri-diri ələ keçirilir. Ordularına gəlincə, onlar İsa'nın sadəcə bir sözü ilə darmadağın edilir. Yəni, uzun çəkən bir döyüş yox, ani bir qələbə. Baxın, burada maraqlı bir fərq var. Ordular məğlub edilir, amma onların liderləri, yəni Dəccal və yalancı peyğəmbər üçün taleyin hökmü tamamilə başqa cür verilir. Onların aqibəti dərhal və bir dəfəlik həll olunur. İkisi də diri-diri birbaşa od gölü deyilən yerə atılırlar. Amma gözləyin, hələ hər şey bitməyib. 7-ci və o sonuncu cam tökülməzdən əvvəl mənbələr 2 çox vacib, möcüzəvi hadisənin baş verməli olduğunu deyir. Bunlardan birincisi İsrailin milli xilası adlanır. Bu nə deməkdir? Bu, Yəhudi xalqının İsa Zeytun dağına qayıtdığı o anda nihayət ki, onu çarmıxa çəkdikləri Məsih kimi tanıdığı andır. Mənbələrə görə bu, onların uzun müddət davam edən İsa'nı Məsih kimi qəbul etməməkdən ibarət mənəvi korluğunun bitdiyi andır. İkinci möcüzəvi hadisə isə göyə qaldırılma və ya rapture olaraq bilinir. Bu, yer üzündə hələ də həyatda olan bütün imanlıların İsa ilə görüşmək üçün gözlənilmədən bir anda göyə qaldırılmasıdır. Bu, onlar üçün planetin son məhvindən, yəni o böyük fəlakətdən xilas olmaq üçün, belə deyək, kritik bir qurtuluş yoludur. Və nəhayət, 7-ci və son cəm tökülür. Bu an, mənbələrə görə, planeti tamamilə darmadağın edən və yenidən formalaşdıran bir fəlakət zəncirini başladır. Və bu fəlakətin miqyası həqiqətən də ağla sığmazdı. Heç vaxt görülməmiş, kütləvi bir zəlzələ baş verir. Böyük şəhər 3 yerə parçalanır. Bütün adalar, bütün dağlar sadəcə yox olur. Sanki yer kürəsi odla udulur. Bu, sözün əsl mənasında bildiyimiz dünyanın tamamilə sökülüb dağılması deməkdir. Sanki bütün bunlar bəs deyilmiş kimi təsəvvür edə bilirsinizmi, göydən hər biri təxminən 60 kiloqram ağırlığında olan dolu dənələri yağır. Bu, artıq fəlakətin hansı miqyasda olduğunu göstərən inanılmaz bir detaldır. Amma bütün bu dağıntı və xalabalıqların içində hekayə bitmir. Əslində, hekayə tamamilə fərqli bir notla, böyük bir yenilənmə mesajı ilə yekunlaşır. Baxın, mətndə təsvir edilən o son vəd budur. Lakin onun vədinə görə biz salihliyin sakin olduğu yeni göyləri və yeni yeri gözləyirik. Yəni, köhnə dünyanın tamamilə məhv olması əslində yeni və mükəmməl bir dünyanın yaranması üçün bir başlanğıcdır. Beləliklə, bütün bu hekayənin sonunda bir sual ortaya çıxır. Əsas mesaj nədir? Bir dünyanın alovlu şəkildə yox olması,
yoxsa tamamilə yeni, ümid dolu bir dünyanın başlanğıcı? Bu, məncə, üzərində düşünməyə dəyər bir sualdır.